Neyinirsən, şəkər biraz da pişirib eləyə bildin canım bu bayram? Şəkər bırak da özü. İnanırsan, o qədər yəni bu bayram günündə adam şəkər bura, qoğal, paxlava yeyir ki. Gündə 4 dənə yeyirəm. Bu günlərim bizim dəyərli sənətkarımız, hələ mən efir vasitəsilə ona özlərinin təşəkkürümü bildirirəm. Bayram payı Afaq xanım Bəşir qızı demək tədbir elədi. Atasının 100 illiyi tamam olurdu. Bəli, Bəşir Səfəroğlu'nun 100 illiyi tamam oldu. Bu münasibətlə gözəl, möhtəşəm bir tədbir həyata keçirildi. Orada masaların üzərində şəkərbura var idi. Şəkərbura birini yedim. Dedim, ilahi bu necə dadlı şəkərburadır. İndi baxıram da, hamı indi baxır, son ətrafında dəyərli sənətkarlar oturub, kimlər oturub. İndi utanıram da, necə birini də götürüm, yiyeyim, ayıbdır da. Amma ürəyim gedir, ürəyim gedir. Gördüm baş qarışdı, hə? Yox, gördüm baş qarışdı, birini də götürdüm. Birini də götürdüm, sonra orada dəyərli bir insan çıxış elədi. O çıxış eləyəndə hamının diqqəti ora yönəldi, birini də götürdüm. Dördüncü götürəndə daha adını çəkmişim, yanımdakı dedi, bəsdir da.